Cənab Prezident, sizə bir qədər əyləncəli sualım var. Bildiyimə görə siz xizək sürürsünüz. Azərbaycanda xizək sürmək mənə də nəsib oldu. Təbrik edirəm, orada ən müasir qurğularınız var. Bildiyimə görə martda dünya çempionatı keçirəcəksiniz. Bir qədər bu barədə danışa bilərsinizmi? Bəli. Mənim xizəkçi olduğumu sizdən eşitmək qızıl medal almaq kimidir. Çünki Jenny həqiqi çempiondur. Çox şadam ki, o Azərbaycanda xizək sürməkdən zövq alıb. Tədbir başlamazdan əvvəl biz söhbət etdik və mən söylədim ki, bu il Şahdağda dünya çempionatı keçiriləcək. Beynəlxalq Xizək Federasiyası ilə bizim əlaqələrimiz başlayıb və bu tədbir artıq təqvimə salınıb. Beləliklə, hər il bizdə azı bir tədbir, ya dünya çempionatı, ya da Avropa çempionatı keçiriləcək. Bu artıq 10 ildən çoxdur ki, böyük maraq cəlb edən və turistlərin sayının artmasında mühüm rol oynayan yay tədbirimizlə, Formula 1 ilə müəyyən dərəcədə balans aradacaq. İlk Formula 1-dən sonra artım 20% oldu. Bu rəqəm Covid-dən əvvəl davamlı olaraq artırdı. Covid hər şeyi məhv etdi, indi yenidən artır. Bu, ölkənin təqdimatı idi. Çünki bu, şəhər halqası idi. Necə deyərlər, şəhər ətrafında idi, tarixi hissələr, müasir hissələr. İndi Şahdağda dünya çempionatı Azərbaycanın qış təqdimatı olacaq. Yeni otellərin, yeni obyektlərin tikilməsini nəzərə alsaq, ümidvaram ki, bir çox insan xizək sürmək üçün bu məkanı seçəcək. Bugün yamacların uzunluğu artıq 45 kilometrdir. 2-3 ilə 55 kilometr olacaq. Sözsüz ki, İsveçrə ilə müqayisə oluna bilməz, lakin bizim regionumuzda ən böyük və ən rahat xizək kurortlarından biri olacaq. Bildiyiniz kimi, biz xizəkçilər üçün ən mürəkkəb hissə ondan ibarətdir ki, avtobusa minirsən, stansiyaya çatırsan, kabinaya daxil olursan, 15 dəqiqə gözləyirsən ki, səni yamaca aparsın. Siz Şahdağda birbaşa oteldən xizəklə düşə bilərsiniz. Siz minimum 30 dəqiqəyə qənaət edirsiniz və bu sizi daha çox sevindirir. Bunu xatırlatdığınıza görə təşəkkür edirəm. Mənə bu barədə auditoriyanı məlumatlandırmaq imkanı verdi. Bir daha Şahdağa xoş gəlmisiniz. Təşəkkür edirəm. Yeri gəlmişkən biz razılaşdıq ki, birlikdə xizək sürək.